Azərbaycanda avqustun 1-dən kartdan karta əməliyyatlarına limit tətbiq edilib. Belə ki, kartlara mədaxil və köçürmələrdə bir gün ərzində maksimum 5 dəfə əməliyyat aparmaq mümkündür. Yəni, kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər. Köçürmələrin ümumi məbləği üzrə aylıq 20 min manat limit müəyyən edilib. Bank eksperti Emin Kərimov bu limitlərin tətbiqində əsas məqsədləri açıqlayıb, gəlin dinləyək. Bu limitin tətbiq olunması vaxtında verilmiş qərardır. Çünki kommersiya məqsədi ilə köçürmələrə son qoyulacaq və bunun daha çox postterminallar üzərindən və yaxud da digər maliyyə alətləri üzərindən köçürülməsi təmin olunacaq ki, bu da öz növbəsində dövriyyənin şəffaflaşdırılmasına və vergi ödənişlərində daha obyektiv və daha görünən dövriyyədən verginin tutulmasına şərait yaradacaq ki, bu da dövlət büdcəsinin gəlirlərində öz müsbət təsirini göstərəcək. Sahibkarlar üçün əsas üstün cəhəti odur ki, dövriyyəsi şəffaf şəkildə göstərilən, ümumiyyətlə istər postterminal, istər link üzərindən ödənişləri tətbiq etməklə öz dövriyyələrini daha geniş şəkildə dövlətə təqdim edərək gələcəkdə istər bank məhsullarının alınması, istər vergi güzəştlərinin əldə olunması, yəni bir çox dövlətin bu sahədə təklif etdiyi güzəştlərdən istifadə etməyə müsbət təsir göstərmiş olacaqdır. Bundan daha əvvəl də postterminalın əvəzinə kart əməliyyatlarından istifadə edən təsərrüfat subyektlərinə xəbərdarlıqlar olunmuşdur və bu sahədə, yəni belə bir hal aşkarlanarsa maliyyə sanksiyasının tətbiq olunacağı bildirilmişdi. Bu əməliyyat isə artıq konkret addımların atıldığını bir daha göstərir ki, yəni bu əməliyyat sayları artıq o dediyimiz qeyri-qanuni işlərin əməliyyatların icra olunmasına müəyyən dərəcədə mane olacaq. YouTube kanalımıza abunə olun.